Salam, axşamınız xeyir, dəyərli müəllimlər. Əziz müəllimlər, sizlə bu günlərim sualların, 50 sualın 25-nin izahını verəcəm. Qalan 25-ində çalışacağım, səhər izahını verəm. Çünki bir balaca işlərim oldu, hamısının izahını verməyə vaxtım olmayacaqdı. Başlayaq bir-bir sualların izahına. 2 dəqiqə. Birinci sualımız belədir. Birinci sualda deyir ki, 2 dəqiqə. Birinci sualda deyir ki, bir üzün diaqonalı olan kubun həcmini tapın. Bir üzün diaqonalı ilə bir dənə kub çəkək. Kub çəkək. Bir üzün diaqonalı deyəndə bax, tutaq ki, bunu nəzərdə tutur. Bir üzün diaqonalı neçədir? 3 kök altda 2-dir. 3 kök altda 2-dir. Bilirik ki, kubdan söhbət gedirsə, kubun bütün tilləri bərabərdir. Bütün tilləri bərabərdir. Bizə deyir ki, kubun həcmini tapın deyə bir sualdır. Burada bir düzbucaqlı üsbucaq yaranıbdır, hörmətli müəllimlər. Bax, burada bu üsbucaq, düzbucaqlı üsbucaqdır. Burada bu düzbucaqlı üsbucaq bərabər yanlı düzbucaqlı üsbucaq. Çünki burada A-dır, bir tərəfi, burada A-dır. Bərabər yanlı düzbucaqlı üsbucağın hipotenuzu katetin kök altda 2 mislinə bərabərdir. Yəni 3 kök altda 2 bərabərdir. Katet nədir? A-dır. Kök altda 2 mislinə bərabərdir. Burada kök altda 2-lər ixtisar gedir. A bərabərdir 3 olur. Bizdən də kubun həcmini soruşduğuna görə bilirik ki, kubun həcmi A-nın kubuna bərabərdir. O da bərabərdir 3-ün kubu bərabərdir 27 olmuş olur. Cavab burada 27 olmuş olur. İkinci sualımız belədir. İkinci sualımız maraqlı sualdır. 8-in üstü x üstə gələk 8-in üstü mənfi x bərabərdir 18 olarsa bizdən nəyi soruşur? 2-nin üstü x üstə gələk 2-nin üstü mənfi x bərabərdir sual. Bunu bizdən soruşur. Mən tutaq ki, burada nə edirəm? Elə bil ki, burada bu ifadəyə bir A deyirəm. Qalsın yerində. Digər tərəfdən də bilirəm ki, 8 nəyin kubudur? Elə bir 8 2-nin kubu deməkdir da. Mən 8-i belə yaza bilərəm. Bu 2-nin üstü 3 üstü x üstə gələk. Bunu da yazaram 2-nin üstü 3 üstü mənfi x bərabərdir 18. Burada 2-nin üstü 3x eləyir. Üstə gələk 2'nin üstü 2'nin üstü mənfi 3x eləmiş olur. Bərabərdir 18. Mən bunu da belə yaza bilərəm. 2'nin üstü x-in üstü 3 üstə gələk 2'nin üstü mənfi x-in üstü 3 kimi yazaram. Çünki bunda qüvvətin qüvvətidir. Qüvvətin qüvvəti olanda üstlər bir-birinə vurulur. Bu bərabərdir 18-ə. Kubları fərqinin açılışına görə mən bunu belə yazıram. 2'nin üstü x üstə gələk 2'nin üstü mənfi x. Mötərizədə belə olacaqdır. Elə bir ki, mən belə yaza bilərəm də. Bu düsturdur. 2'nin üstü x üstə gələk 2'nin üstü mənfi x-in kvadratı çıxaq 3 vurulsun bunların hasili. 2'nin üstü x vurulsun 2'nin üstü mənfi x şəklində olmuş olur. Bu bərabərdir 18. Hansı düstura əsasən? Məsələn, A-nın kubu üstə gələk. A kubu deməyək burada, x deyək. Elə bir ki, x-in kubu üstə gələk, y-in kubu bərabərdir. Bu nəyə bərabərdir? X plus y. X plus y. X plus y-in kvadratı çıxaq 3xy-ə bərabər olmuş olur. Bax, bu hazır düsturdur. Bu düstura əsasən biz bunu belə yaza bildik. Davam edək, hörmətli müəllimlər. Elə bir ki, burada nə oldu? Burada oldu. Bu ifadəyə mən A demişəm. Bax, burada. Bu ifadəyə A demişəm. Burada olur A vuraq. Mötərizədə A-nın kvadratı çıxaq 3 vuraq. Bu 2'nin üstü x-i də elə bir ki, 2'nin üstü x-i vuranda 2'nin üstü mənfi x-ə. Bu bərabərdir 2'nin üstü x üstə gələk mənfi x. O da bərabərdir 2'nin üstü 0, o da bərabərdir 1 eləyir. Demək burada necə olur? 3 vuraq 1 olmuş olur, bərabərdir 18 olmuş olur.
Davam eləyək. Buradan vurub açsaq bunu belə olar. A-nın kubu çıxaq 3A çıxaq 18 bərabərdir 0. Biz bildik ki, belə deyək də, bu sərbəst həddir. Sərbəst həddin kökləri içərisində, sərbəst həddin vuruqları içərisində mütləq ki, bu tənliyin bir dənə kökü var. Burada elə bir ki, 18-in vuruqları içərisində, mənfi 18-in vuruqları içərisində, məsələn, 3 vuruqu var. O zaman burada 3-ü yerinə qoysaq görək, fərqi sıfıra bərabər, cəmi sıfıra bərabərdirsə, demək kökün biri 3-dür. Yəni biz bunu belə yaza bilərik də. 3-ün kubu çıxaq 3 vuraq 3 çıxaq 18 görək 0 eləyirmi? Doğrudan 27 çıxaq 9 çıxaq 18 bərabər 0 elədi. Demək ki, burada A-mız nəyə bərabərdir? A-mız 3 olmuş olur. Bu tənliyin bir kökü 3 olmuş olur. Yəni A1'imiz bir kökü 3 olmuş olur. Burada gətirib onun yerinə qoyuruq. Bizdən nəyi soruşurdu? Bizdən soruşurdu 2'nin üstü 2, üstə gələ 2'nin üstü mənfi 2 bərabər də A işarə eləməmişdik. Burada da A neçədir? 3 olmuş olur. Cavab burada 3'dür. Növbəti sualımız gəlsin. Növbəti sualımız görək necədir? Növbəti sualımız asandır. Deyək ki, hansı nöqtə YZ müstəvisi üzərindədir? Üçüncü sualımız belədir. Hansı nöqtə? Təbii ki, YZ müstəvisindən söhbət gedirsə, burada nöqtənin nəyi var? X-i sıfırdır, Y-i var, Z-i var. Burada görün, harda yalnız X-i sıfır, Y-i Z-i olan hardadır? Bir dənə ikinci variantdadır. Elə bir ki, burada belədir də. 0, 2, bir də mənfi 3 olmuş olur. Cavab elə bir B variantı gedir də burada. Növbəti sualımız belədir. Növbəti sualımızda nə deyir? Deyir ki, müstəvi ilə 30 dərəcə bucaq əmələ gətirən mailin uzunluğu. Dördüncü sualımız belədir. Tutaq ki, bir dənə müstəvi budur. Bir dənə mail çəkilib müstəviyə. Tutaq ki, AB maili. AB maili çəkilibdir. Mailimizin uzunluğu da burada elə bir ki 8 kök altda 3'dür. Bax, yadınızda qalsın hörmətli müəllimlər. Burada C deyirəm. Burada AB mailin proyeksiyası AC gedir. Yəni AC burada AB mailin proyeksiyasıdır. Burada deyir ki, müstəvi ilə neçə dərəcəli bucaq əmələ gətirən? 30 dərəcəli bucaq əmələ gətirən. Proyeksiyasının uzunluğunu tapın. Proyeksiyanın uzunluğunu tapmaq lazımdır. Və bilirəm ki, mailin bir ucundan müstəviyə qədər məsafə təbii ki, hündürlük orada. Məsafədən söhbət geçsə, burada hündürlük 90 dərəcə bucaq əmələ gəlmiş olur. Ona görə 90 dərəcə olur. Burada bir düz bucaq yarandı. Bir bucağı 30 dərəcəsi, digəri 60 dərəcədir. Düz bucaqlı 3 bucaqda 30 dərəcə bucaq qarşısındakı katet, yəni BC bərabərdir. Hipotenuzun yarısı AB bölək 2. O da bərabərdir 8 kök altda 3 bölək 2'yə, o da 4 kök altda 3 olmuş olur. Demək ki, bura 4 kök altda 3'dür. Eyni zamanda AC bərabərdir digər katetin, yəni BC-nin kök altda 3 mislinə bərabərdir. BC 4 kök altda 3'dür. Onu da kök altda 3'ə vursaq, elə bir ki 4 vuraq 3 olur. O da 12 olmuş olur. Demək, bura neçə imiş? AC 12 imiş. Cavab D variantı. Növbəti sualımız gəlsin. 5-ci sualımız belədir. 5-ci sualımız belədir. Deyir ki, A vektoru belədir. 2, 3, 2, 3. B vektorumuz mənfi 3, 2 olarsa, bizdən nəyi soruşur? A vektoru üstə gələk B vektoru, hasili A vektoru, çıxaq B vektoru. Bunu soruşur. Skalyar hasili soruşur. Mən bilirəm ki, iki ifadənin cəmi ilə fərqi nəyə bərabərdir? Onların kvadratları fərqinə bərabərdir. Müxtəsərə görə. Demək, burada A vektorun kvadratı çıxaq B vektorun kvadratı olmuş olur. Bu da bərabərdir. Kvadrat nə deməkdir? Yəni, kvadrat müsbətdir. O zaman mən bunun modul A-nın kvadratı yaza bilərəm. Çıxaq modul B-nin kvadratı yaza bilərəm. Gətirək burada. Bəs modul nə deməkdir? Modul
Vektorun modulu bərabərdir. Məsələn, modul A nəyə bərabərdir? Kök altında onların koordinatlarının kvadratları cəminə. 2-nin kvadratı üstə gələ 3-ün kvadratı. 2-nin kvadratı 4 elədi. Bu kök altda 13 eləmiş oldu. Aha. Bəs digər nəyə bərabərdir? B vektorumuz nəyə bərabərdir? B vektorun uzunluğu. B vektorun uzunluğu, yəni modul uzunluq gedir də. Bərabərdir. Kök altda onların uyğun koordinatlarının kvadratları cəminə. Mənfi 3-ün kvadratı üstə gələ 2-nin kvadratı. Bu da yenə 9, 4, kök altda 13 eləmiş oldu. Gəlib burada qiymətlərin yerinə qoyuruq. Elə bil ki, burada olur kök altda 13-ün kvadratı, çıxaq kök altda 13-ün kvadratı. O da bərabərdir 0 eləmiş olur. Cavab elə bil C variantı 0 olmuş olur. Növbəti sualımız 6-cı sualdır. 6-cı sualımıza baxaq. Bir dəqiqə. Bu video şəklində olanda burada sualları tutmaq olmur. Bəzən qabağa qaçır. 3-4 dəfə dala qabağa eləmiş oluruq. Aha. Bizə deyir ki, 1 bölək loqaritma 3 əsasdan 6 üstə gələk 1 bölək loqaritma 12 əsasdan 6 üstə gələk 1 bölək loqaritma 36 əsasdan 6. Bunu hesablayın deyə bir sualdır. Bu bərabərdir. Bir bölünsün olduğuna görə bu nəyə bərabərdir? Elə bir tərs orada loqaritma 6 əsasdan 3 üstə gələk loqaritma 6 əsasdan 12 üstə gələk loqaritma 6 əsasdan 36 olmuş olur. Bu da bərabərdir nəyə? Loqaritma 6 əsasdan toplama olanda onların loqaritma 6'ların hasilinə bərabərdir. Elə bir 3 vuraq 12 vuraq 36. Bu bərabərdir. Loqaritma 6 əsasdan 36'nın kvadratı. O da bərabərdir. Loqaritma 6 əsasdan 36'nı belə yazıram. 6'nın kvadratının kvadratı. O da bərabərdir. Loqaritma 6 əsasdan 6'nın üstü 4. O da bərabərdir. 4 keçir qabağa. Loqaritma 6 əsasdan 6. O da bərabərdir. 4 eləmiş olur. Cavab D variantı 4 olmuş olur. Növbəti 7-ci sualımıza baxaq. 7-ci sualımız belədir. Yenə dala qabağa qaçır bu. Adam sualı tuta bilmir. 7-ci sualımız necə idi? Aha, belə idi. 2 plus i'nin üstü 4 vuraq 2 minus i'nin üstü 4. Mən belə yazıram bunu. Elə bir ki, a'nın üstü m vuraq b'nin üstü m nəyə bərabərdir? A vuraq b'nin üstü m yaza bilərəm də. Bunu mən belə yazıram. Böyük mötərəzə 2 üstə gələk i, 2 çıxaq i, hasil şəklində yazıb, üstü 4 şəklində yaza bilərəm. Bu bərabərdir. Bu elədir belə, kvadratları fərq edir. 2'nin kvadratı çıxaq, i'nin kvadratı üstü 4. Bu bərabərdir. 2'nin kvadratı təbii ki 4 eləyir. i'nin kvadratı da mənfi 1 çıxaq mənfi 1 kvadratı üstü 4 üzr istəyirəm. Bizə dəqiqə. Buranı silək. Burada 4 olmalıdır. Bərabərdir. Bu elədir elə bir ki 4 üstə gələk 1'in üstü 4, o da bərabərdir. 5'in üstü 4, o da bərabərdir. 625 eləmiş olur. Cavab E variantı olmuş olur. Növbəti sualımız gəlsin. 8-ci sualımız belədir. 8-ci sualımız yenə bu suallar gedir, qayıdır. Adam tuta bilmir sualı. 8-ci sualımız belədir. Sistem tənlikdir. 2'nin üstü x minus y bərabərdir 256. O da bərabərdir yazıram. 256 2'nin üstü 6 8 deməkdir. 7 elə bir ki 128 eləyir. 8 256 eləyir. Buradan da x'in kvadratı y çıxaq. X y'in kvadratı bərabərdir. Mənfi 96 yazıram. Bizdən x y hasilini soruşur. Gəlin bunu hesablayaq. Burada elə bir ki x minus y bərabərdir
8 olmuş olur. Bu qalsın yan cibimdə. Digər tərəfdən bax buradan x, y-i çıxardaram qarşıya. Burada qalar 2, çıxaq bu y qalar. Bərabərdir -96. Burada x, y vuraq. X, y-in yerinə, çıxağın yerinə 8 yazaram. Bərabərdir -96. Buradan da x, y bərabərdir -96 bölək 8 bərabərdir -12 olmuş olur. -12 olmuş olur. Cavab hansı variantdır? C variantı -12. Növbəti sualımız gəlsin. Növbəti sualımız belədir. 9-cu sualımız belədir. 0,5'in üstü x çıxaq x'in kvadratı kiçik bərabərdir 4 yazıram. Deyir bərabərsin həllər cəmini, tam həllər cəmini tapın. İndi görək burada nə edə bilərik biz? Bax 0,5 nə deməkdir? 0,5 2'də 1 deməkdir. O da bərabərdir 2'nin üstü -1 deməkdir. Demək ki bu 2'nin üstü -1 imiş. X x'in kvadratı kiçik bərabər 4 də 2'nin kvadratıdır. Yuxarı bax bunlar elə bir ki bir-birinə vurulur da. 2'nin üstü olur. -1 x'e vursaq -x, -1 x'in kvadratına vursaq müsbət x'in kvadratı olur. Kiçik bərabərdir 2'nin üstü 2. Əgər əsasımız a bərabər 2 1-dən böyükdürsə işarə qalır yerində. Bərabərsizliyin işarəsi qalır yerində. -x üstə gələ x'in kvadratı kiçik bərabərdir 2. Buradan x'in kvadratı çıxaq x, 2'ni keçirdirəm sol tərəfə çıxaq 2 kiçik bərabərdir 0. Bunun vuruqları x çıxaq 2, x üstə gələk 1'dir, kiçik bərabərdir 0. Bunu 0'a çevirən qiymət 2, bunu 0'a çevirən qiymət -1. 59 üzərində qeyd edirik, bərabər halı var. -1, 2 qeyd edirik, müsbət, mənfi, müsbət. Bizdən kiçikləri soruşduğu üçün -1 ilə 2'ni götürmüş olduq. Yəni x'in hansı x bunlara bərabərdir. Bizdən nə edir? Tam həlləri cəmin soruşur. Tam həlləri cəmin gəlin tapaq. X alır -1, 0, 1, bir də 2 alır. Bunların cəmi 0 elədi. Üstünə 2 gəlsək 2 eləmiş olur. Cavab hansı variantdır? Cavab 2 olmuş olur. Cavab A variantı 2. Növbəti sualımız gəlsin, görək növbəti sualımız nədir? Deyir ki, hansı ifadənin mənası yoxdur? Hansı ifadə? Bu da sadə sualdır, təbii ki. 10-cu sualımız belədir. O ifadənin mənası olmaz ki, loqaritmanın 6 mənfi olarsa mənası olmaz da. Məsələn, loqaritma A əsasdan B-dirsə, burada B-miz 0-dan böyük olmalıdır. İndi görək burada hansı mənfədə eləyirsə, demək ki, o ola bilməz. Məsələn, tangens hamısı səhvdir. Bir dənə baxsaq, tangens məsələn 325 dərəcə görək hara düşür. Tangens 325 dərəcə fırlanıb gəlib hardasa 270 dərəcə buradır. Bax bura. 325 dərəcə harca gəlib düşür bax bura. Elə bax bura. Bu rübdədə elə bir ki kosinus müsbətdir, sinus mənfi olduğuna görə tangens mənfidir. Burada tangensin işarəsi mənfidir. Tangensin işarəsi mənfi olduğu üçün loqaritma onluq loqaritmada işarəsi mənfi olur. LG tangens 325 demək ki bunun mənası yoxdur. Belə ola bilməz. Cavab C variantı. LG tangens 325'in mənası yoxdur. Bizdən də onu soruşurdu. Davam edək. Deyir ki, hansı iki kəskin düzxət arasındakı bucaq ola bilməz? Yəni bu sual düşür. O alfa harda yerləşməlidir? Alfa yerləşməlidir 0-la 180 dərəcə arasında yerləşməlidir. 0-la 180 dərəcə yox, 0-la 90 dərəcə arasında yerləşməlidir. 0-la 90 dərəcə arasında yerləşməlidir. İndi burada hansılar düşür? Birinci 20 dərəcə, alfa bərabər 20 dərəcə ola bilər. Sonra 89 dərəcə ola bilər. 89 dərəcə, digər tərəfdən də 55 dərəcə ola bilər. Yəni 1, 3, bir də 4-cü olmuş olur. Cavab D variantı. Növbəti sualımız gəlsin, 12-ci sualımız. Hələ ki asan suallardır. 12-ci sualımız belədir. Kök altında y bərabərdir. Kök altında 2'də 1'in üstü 2 çıxaq 3'də 1'in üstü 2. Bunun deyir ki
təyin oblastını tapın. Təyin oblast nədir? Kökün altında bir nəsə varsa, həmin o nəsə böyük bərabər 0 olmalıdır. Elə bil ki, burada 2'də 1 üstü 2 üstə çıxaq. Bir dəqiqə. Çıxaq. 3'də 1'in üstü 2 böyük bərabər 0 olmalıdır. 3 keçir belə eləyək də bunu. 2'də 1 üstü 2 böyük bərabərdir. 3'də 1'in üstü 2 belə yaza bilərik. Burada nəyə fikir veririk, hörmətli müəllimlər? Baxın, elə ki 2'də 1 neçədir? 2'də 1 tutaq ki 0,5'dir də, amma 3'də 1 də 0,5 gəl 1'i 3'ə bölək, 0,3 davam eləyəcək də, 0,3 davam eləyəcək də, bunun davamını yazmıram. Yuvarlaq şəkildə 0,3 götürürəm. İndi bura baxsaq, baxıb görərik ki, təbii ki 0,5 0,3'dən böyük bərabərdir. Böyük bərabər olduğu üçün eyni zamanda üslər də üstün də elə bir ki, müsbət qiymətlərində bu şərt ödənir də. Yəni burada 2 böyük bərabərdə 0 olmalıdır. Böyük bərabərdə 0. Çünki 0 halında da 0,5'in üstü 0, 1 eləyir. 0,3'ün üstü 0, 1 eləyir. 1-1'ə bərabər olur. X-in ancaq müsbət qiymətləri və 0 qiyməti bu şərti ödəyir. Demək, bu harda yerləşir? 0, müsbət sonsuzluq aralığında yerləşmiş olur. Burada cavabımız hansıdır? B variantı. Cavab B variantı. Növbəti sualımız gəlsin. 13-cü sualımız. 13-cü sualımız belədir. Y bərabərdir. 4 çıxaq 3 kosinus kvadrat 3x funksiyasının ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Baxın, hörmətli müəllimlər, tutaq ki, bizdən kosinus x və yaxud da sinus x-dən söhbət gedirsə, bunun qiymətləri -1 ilə 1 arasında yerləşir. Ancaq kosinus x-in kvadratı sinus x-in kvadratından söhbət gedirsə, bunun qiymətləri 0 ilə 1 arasında yerləşir. 0'ı da alır, 1'i də. İndi burada kvadratdan söhbət gedirsə, yerinə 0'dan 1 qoyarıq. Bir dəfə y1 bərabərdir. 4 çıxaq 3 vuraq 0 qoyaram. Bərabər 4 olar. y2 bərabərdir. 4 çıxaq 3 vuraq. Bir dəfə də 1 qoyaram yerinə. 1 eləmiş olur. Demək, bir kökümüz, bir qiymətimiz 4'dür, bir qiymətimiz 1'dir. 4 üstə gələk 1 bərabərdir 5 eləmiş olur. Cavab hansıdır? Cavab D variantı olmuş olur. Növbəti sualımız 14-cü sualımız gəlsin. 14-cü sualımız belədir. 2 kosinus 2x çıxaq 20 dərəcə bərabərdir 1 tənliyinin ən kiçik müsbət kökünü tapın. Gəl bunu tənlik kimi həll eləyək. Kosinus 2x çıxaq 20 dərəcə bərabərdir 2'də 1 kimi yaza bilərəm. 2x çıxaq 20 dərəcə. Kosinus 2'də 1'i harda alır? Təbii ki 60 dərəcədə. Elə belə orada 60 dərəcə plus minus üstə gələk çıxaq. Bir dəqiqə burada səhv elədik. Plus minus burada qarşıda yazılır. Aha. Burada olacaqdır. Üstə gələk dövrün üzərinə gəlik. Kosinusun dövrü 360 dərəcə k-dır da, elə 2 pi k-dır. Onda pi də 180 dolduğuna görə 2 pimiz 360 k-dır. Buradan 2x bərabərdir. 20'ni sağa keçirirəm. 20 dərəcə müsbət, üstə gələk çıxaq 60 dərəcə, üstə gələk 360 dərəcə k. Buradan hər tərəfi 2'yə bölsəm, x bərabərdir. Bir dəfə x1 bərabərdir 20 dərəcə üstə gələk. Yox, indi burada 2'yə böləndə belə olacaq da. Bir dəqiqə. 2'yə bölsə x bərabərdir 10 dərəcə. Üstə gələk çıxaq 30 dərəcə. Üstə gələk 180 dərəcə k şəklində olmuş olur. Burada bir dəfə x1 bərabərdir 10 dərəcə çıxaq 30 dərəcə. Üstə gələk 180 dərəcə buraq k, o da bərabərdir -20 dərəcə. Üstə gələk 180 k şəklində olmuş oldu bir kökümüz. İndi bunun
ən kiçik kökündən söhbət gedirsə, təbii ki, k-ya burada biz 0 verə bilmərik. Müsbət kökündən gedir də burada söhbət. K bərabərdir, elə bir 1 olsun. K bərabərdir 1 olsun. 1 olsa nə olacaqdır? X bərabərdir mənfi 20 dərəcə, üstə gələk 180 dərəcə, o da bərabərdir 160 dərəcə olmuş olur. Bu qalsın yaddaşımda. Digər kökümüz nə olmalıdır? Bax buradan. Bir dəfə çıxmasını yazdıq axı. Bir dəfə də toplamasını yazmalıyıq. X2 bərabərdir. X2 bərabərdir 10 dərəcə, üstə gələk 30 dərəcə, üstə gələk 180 dərəcə vuraq K. O da bərabərdir 40 dərəcə, üstə gələk 180 vuraq K olmuş olur. Burada təbii ki, K'nın mənfi 1 qiyməti olsa, burada mənfi qiymət alacaqdır. K'nın 0 qiyməti olsa, ən kiçik qiyməti burada alır. 1 qiymət olsa, burada 180 eləyir, dərəcə böyük olur. K bərabərdir 0 olsa, elə bir buya vurur, X bərabərdir, X2 bərabərdir. Bir dəqiqə. Burada elə bir X2 bərabərdir. K'mız burada 0 olsa nə olur? 40 dərəcə, üstə gələk 180 vuraq 0, o da bərabərdir 40 dərəcə olmuş olur. Bizdən ən kiçik qiymət sorusudur. Birin 160 tapdıq, birin 40 tapdıq. Təbii ki, 40 dərəcə cavab D variantı 40 dərəcə olmuş olur. Növbəti sualımız gəlsin. Növbəti sualımız 15-ci sualımızdır. 15-ci sualımız belə deyir. 15-ci sualda x-in kvadratı üstə gələk y-in kvadratı çıxaq 8y bərabər 9 tənliyi ilə verilmiş çevirən radiusunu tapın. Mən bilirəm çevirən radiusu x çıxaq a-nın kvadratı üstə gələk y çıxaq b-nin kvadratı bərabərdir r-in kvadratı şəklində hesablanır. İndi burada mən nə edirəm? X-in kvadratı yazıram. Üstə gələk. Bax, bunu kvadrat ikədliyə tamamlamaq üçün y-in kvadratı çıxaq 8y üstə gələk 16 çıxaq 16 yaza bilərəm. Bərabərdir 9. Heç bir dəyişiklik olmasın deyə. Burada x-in kvadratı üstə gələk bu y-in kvadratıdır. 16 da 4-ün kvadratı. Çıxma var. Çıxaq 4-ün mötərizə kvadratı. Çıxaq 16 bərabər 9. Buradan x-in kvadratı üstə gələk y minus 4-ün mötərizə kvadratı 16 sağa keçsə 9-dan toplanacaq, eləyəcəkdir 25. Yəni, burada r-in kvadratı nəyə bərabərdir? 25-ə. R kvadratı bərabərdir 25. Təbii ki, çevirən radiusu nəyə bərabərdir? 5 olmuş olur. Cavab hansı variantdır? Bir dəqiqə, burada desən, verməyiblər. Çevirən radiusunu tapın. Necə yəni verməyiblər? 5 veriblər də, cavab Y variantı. Aha, 5. Növbəti sualımız gəlsin. 16-cı sualımız belədir. 16-cı sualımız belədir. f(x) bərabərdir 4x-in kubu üstə gələk kosinus x çıxaq 5 funksiyasının törəməsini tapın. Törəmə nədir? Törəmə bilirəm ki, məsələn, x-in üstü n-in törəməsi nəyə bərabərdir? Bu bərabərdir n keçir qabağa, x üstü n minus 1 olmuş olur. Burada elə ki 4 vuraq, bunun törəməsi neçə eləyir? 3 vura x-in kvadratı elədi, bir vahid azaldı üstü. Kosinusun da törəməsi çıxaq sinus x olmuş olur. Yəni kosinus x-in törəməsi bərabərdir mənfi sinus x olmuş olur. Vəssalam. Sabitin də törəməsi mənfi 5-in də törəməsi 0-a bərabərdir. Demək bu bərabər oldu nəyə? 12x-in kvadratı çıxaq sinus x şəklində olmuş oldu B variantı. 17-ci sualımız belədir. 17-ci sualımıza baxaq. Konusun hündürlüyü və oturacağın diametrini 2 dəfə artırılarsa, onun həcmi necə dəyişər? Bax, hörmətli müəllimlər, bir dənə konus çəkək. Konusun hündürlüyü və oturacağın diametri, konusun həcmi nəyə bərabərdir? V bərabərdir. Mən bilirəm ki, burada konusun həcmi 3/1 pi r kvadratı h-dan hesablanır. Yəni 3/1 pi r kvadratı h düsturu ilə hesablanır. Aha. Bizə deyir ki, oturacağın diametri, hündürlüyünü və oturacağın diametrini 2 dəfə artırsaq. Elə bir ki, bayaq h idi, indi h 2h olur. H 2h olur, 2-yə hasil olur. Bir də diametr 2 dəfə artanda diametr nəyə bərabərdir? 2r-ə bərabərdir.
Buradan r nəyə bərabərdir? R bərabərdir d bölək 2-yə. R bərabərdir d bölək 2-yə. İndi diametr 2 dəfə artsa, bax buranı biz 2-yə vursaq, məcburuq buranı da 2-yə vuraq. O zaman necə olur? D bərabər olur 2 yerdə. Yəni elə bir ki, təsəvvür edin ki, radius 2 dəfə artdı. 2 dəfə artdı. Bayaq r idi, indi oldu 2r olmuş oldu. Aha. Gətirib burada yerinə yazıram. V1 idi bu, V2 də belə olsun. Üstə 1 pi r-in yerinə mən yazacağım 2r-in kvadratı. H-ın da yerinə yazacağım 2h. Bu bərabərdir. Burada görək nə baş verir. Burada üstə 1 pi vuraq r-in kvadratı, 2r-in kvadratı 4r kvadratı vuraq 2h, o da bərabərdir. Üstə 1 pi r kvadratı h. 2-ni də 4-ə vursaq 8 eləmiş oldu. Burada bu bərabərdir. Elə bir ki, V1 vuraq 8 olmuş olur. 8 dəfə artır. Cavab A variantı 8 dəfə artar. Növbəti sualımız gəlsin. Növbəti sualımız belədir. Bu neçənci sual idi? İzah elədim 17-ci sual idi. İndi 18-ci sualımız gəlsin. 18-ci sualımız belədir, hörmətli müəllimlər. F(x) bərabərdir x minus 4, x plus 3-ün funksiyası üçün f' 1'i tap, mənfi 1'i tapın bir sualdır. Buradan f(x) nəyə bərabərdir? Bu bərabərdir. Vurub basaq bunu, x-in kvadratı, üstə gələk 3x, çıxaq 4x, çıxaq 12 şəklində olur. Bu bərabərdir nəyə? Bu bərabərdir x-in kvadratı, çıxaq 2, çıxaq 12 şəklində düşər. İndi törəmə nəyə bərabərdir? Törəmə bərabərdir, x bərabərdir 2, çıxaq 1 şəklində düşür. Məndən f ştirik mənfi 1'i soruşur, bərabərdir. Elə bir ki, burada x-in yerinə gətirib mənfi 1 qoyuram. 2 vuraq mənfi 1, çıxaq 1. O da mənfi 3 eləmiş olur. Cavab D variantı mənfi 3. Növbəti sualımız ştirklənmiş sahə ilə bağlıdır. İntegralla bağlıdır. 19-cu sualımız belədir. Deyir ki, ştirklənmiş hissənin sahəsini tapın. Burada mən birbaşa yazacağım. Orada baxsaq görərik ki, elə ki, integral, sərhədlər hardan haradır? 2-dən 6-yadır, 2-dən 6-ya. Belədir də. 1 bölək x-dən 0 çıxa bilərik. Çünki burada və yaxud elə bunu belə yaza bilərik birbaşa. Birbaşa belə yaz. Aşağı sərhəd 0 nöqtəsidir də, ona görə elə yazmaq istəyirdim. Yəni 1 bölək x dx şəklindədir bu integral. Sadə bir integraldır. Mən bilirəm ki, 1 bölək x-in ibtidai funksiyası ln modul x şəklində yazılır. Bu bərabərdir ln modul x sərhədlər 2-dən 6-ya, bu bərabərdir. Ln 6 çıxaq ln 2 deməkdir. O da bərabərdir. Ln qalır. Elə bir ki, 6 bölək 2 bərabərdir. Ln 4 olmuş, üzr istəyirəm, ln 3 olmuş olur. Ln 3 olmuş olur. Demək ki, hansı variantdır? Cavab E variantı olmuş olur. Növbəti sualımız 20-ci sualdır. 20-ci sual. Görək bizə nə deyir burada. Aha, 20-ci sualda deyəsən səhvlik var. Yenə də baxaq. Səhv eləmirəmsə bu belədir də. Gördüyüm, bildiyim qədərlə bu misal belədir. 5 bölək 3 2 çıxaq 2 eşittir 0. Burada necə eləyə bilərik? Biz bunu sadələşdirək əvvəlcə. Bunu sadələşsək bu belə olur bu misal. Elə bir ki 5 bölək 3 2 çıxaq 2 məxrəcə düşür. X minus 7 qalır yerində, işarə də qalır yerində. Biz bunu həll eləməliyik. Biz bunu həll eləmək üçün nə edirik? Təbii ki, sürət müsbət ədəddir. Demək, məxrəcim mənfiymiş ki, mənfiyə bərabərdir. Burada 3x çıxaq 2, x minus 7 eşittir 0 olmalıdır. Buradan
Bunun kökü 3x minus 2 bərabər 0, x bərabərdir 3'də 2'dir. Bunun kökü x minus 7 bərabər 0, x bərabərdir 7'dir. Ədəd ox çəkirəm, kiçikdən böyüyə düzürəm. 3'də 2, bir də 7. İşarəni elədim, müsbət, mənfi, müsbət. Aha. Məndən nəyi soruşur? Kiçikdir 0. Kiçik 0 nə deməkdir? Kiçik 0 belə olmalıdır. 3'də 2, 3'də 2. Bir də 7 aralığı bunun həlli olmalıdır. Baxırıq ki, burada belə bir həll yoxdur. Belə bir həll yoxdur. Burada sualda səhvlik var, problem var bu sualda. Yəni 20-ci sualda problem var. Gəlsin növbəti sualımız. Növbəti sualımız belədir. Bir dəqiqə hörmətli müəllimlər. Yan tərəfi 4 cm, oturacaqları 4 və yan tərəfi 5 cm, oturacaqları 4 və 12 cm olan bərabər yan trapesiyanın sahəsi neçə kvadrat santimetrdir? Qəşəng sualdır. Bir dənə 21-ci sualımız belədir. Bir dənə qəşəng çəkirik nə? Çəkək bir dənə trapesiya çəkək, bərabər yan trapesiya çəkək. Bərabər yan A, B, C'dir. Bərabər yanlı trapesiya çəkirəm. Bir hündürlük də çəkirəm. Bura F deyirəm. Burada bir E deyirəm. Hündürlük təbii ki 90 dərəcədə bucağı əmələ gətirir. Oturacaqları neçədir? Oturacaqları 4 buradır. Yan tərəfi 5'dir, 5'dir. Bu oturacaq neçədir? 12'dir. 12'dirsə 4 buradırsa, bura ilə də bura bərabərdir. 12'dən 4 çıxıram. 8 2'yə bölsəm 4 bura, 4 də bura olmuş olur. Bu düzbucaqlı üçbucağa baxaq, hörmətli müəllimlər, bax, bu düzbucaqlı üçbucağı. Bu düzbucaqlı üçbucaqda katetimiz biri 4'dür, hipotenuzumuz 5'dir. Demək, digər katetimiz də 3 olmalıdır bura. Hündürlüyü tapdım. Hündürlüyü tapdımsa, mən buradan sahəni tapa bilərəm. Sahə nəyə bərabərdir? Buradan sahə bərabərdir. Burada sahə bərabərdir. S bərabərdir nəyə? Oturacaqları cəminin yarısı 4 üstə gələk 12 bölək 2 vuraq. Hündürlüyümüz də 3'dür. Burada 8 vuraq 3 bərabərdir 24 olmuş olur. Cavabımız 24'dür. Cavab 24. Aha. 22-ci sualımız gəlsin. 22-ci sualımız belədir. A böyükdür 0 olarsa bizdən nəyi soruşur? 3A üstə gələk 12 bölək A cəminin ən kiçik qiymətini tapın. Bu Cauchy düsturudur. Cauchy düsturu belə deyir ki, x plus y bölək 2 böyük bərabərdir. Kök altında x, y. Yəni 2 ədədin ədədi ortası onun həlləsi ortasından böyük bərabərdir. Buradan x plus y nəyə bərabərdir? Hər tərəf 2'yə vursaq 2 kök altında x, y. Bax, elə ki, ədədin biri budur, biri budur da. Elə ədədin biri bu, biri budur. Burada A da böyükdürsə 0'dan. Yəni bu böyük bərabər olmalıdır. 3A üstə gələk 12 bölək A böyük bərabər olmalıdır. 2, görsən cəm böyük bərabərdir 2 kök altında onların hasili. Yəni kök altında 3A vuraq A-da 12. Burada 3A üstə gələk 12 bölək A böyük bərabərdir. Bunlar A ilə A ixtisar gedir. 3 dəfə 12 36. Ondan da 6 çıxır. 2'ni də 6'ya vursaq 12 olmuş olur. Demək ki, bu ədəd haranı əhatə edir? 12 müsbət sonsuzluq aralığını əhatə edir. Çünki burada A müsbətdir. Yəni bu ifadənin ən kiçik qiyməti, yəni bu ifadənin ən kiçik qiyməti hansıdır? 12. Cavabımız hansıdır burada? 12 olmuş olur. Cavab 12. Növbəti sualımız 23-cü sualdır. 23-cü sualımız belədir. Bizə deyir, kör bucağı 150 dərəcə, tərəfi 10 cm olan rombun sahəsi neçədir? Bir dənə romb çəkirəm. Rombun birilən bütün tərəfləri bir-birinə bərabərdir. A, B, C, D. Aha. Kör bucağı 150 dərəcə olan 150 dərəcə, tərəfi 10 cm, rombun bütün tərəfləri bərabərdir. Kör bucaq bura 150-dirsə, bu biri iti bucaq 30 dərəcə olmalıdır. Çünki bir tərəfə biçik bucaqların cəmi 180 dərəcə olmalıdır. Buradan mən sahəni tapa bilərəm. S bərabərdir nəyə? Düsturumuza əsasən A kvadratı, yəni A burada tərəfdir də sinus alfa düsturu ilə hesablanır.
Rombun sahəsi bərabərdir. Onun kvadratı vuraq sinus 30 dərəcə. O da bərabərdir 100 vuraq 2-də 1, o da bərabərdir 50 olmuş olur. Cavab nədir? Cavab A variantı 50 olmuş olur. Növbəti 24-cü sualımız belədir. Fx bərabərdir. Fx bərabərdir. X-in kubu çıxaq 3x. Funksiyasının azalma aralığını tapın. Hörmətli müəllimlər, bax burada funksiyanın azalma aralığı deyirsə həmişə yadınızda qalsın. Azalma aralığı deyəndə törəməni tapıb, kiçik bərabər 0 götürülür. Artma aralığı deyəndə törəməni tapırıq, böyük bərabərdə 0 götürürük. İndi bizdən azalma aralığını soruşduğu üçün burada törəməni gəl tapaq. Fx bərabərdir. 3x-in kvadratı çıxaq 3 olacaqdır. İndi bu ifadə kiçik bərabər 0 olmalıdır. 3x-in kvadratı çıxaq 3, kiçik bərabər 0. Buradan 3'ü versəm qabağa, x-in kvadratı çıxaq 1. Çıxaq 1, kiçik bərabərdir 0. Hər tərəfi 3'ə bölsəm, burada qalır x-in kvadratı çıxaq 1, kiçik bərabər 0. Elə buranı da 3'ə böləndə 0 elədi də yenə. Burada bunu vuruklarına ayırsam x minus 1, x plus 1, kiçik bərabərdir 0. O zaman belə olacaqdır. Bunun 0'ı 1'dir, mənfi 1'dir. Ədəd oxu çəkirəm. İkisini də alır. Mənfi 1, 1. Müsbət, mənfi, müsbət. Bizdən nəyə soruşur? Kiçik bərabərləri. Yəni mənfi 1, 1 aralığındakı bütün qiymətləri almış olur. Cavabımız hansı variantdır? Bir dəqiqə. Cavabımız bəli. D variantı. Cavab D variantı mənfi 1, 1 şəklində olmuş olur. 25-ci sualımız belədir. 25-ci sualda yekunlaşdıracağım bu gün üçün, hörmətli müəllimlər. Qalan 25-də səhər izahını verərəm. Çünki həm gecdir, həm də ki, bu gün biraz işlərim oldu deyənə evə gec gəlmişəm. Y bərabərdir, fx, cüt funksiya, bu cütdür. Y bərabərdir, jx, bu da tək funksiyadır. Bizdən nəyə soruşur? Bizdən bu integral soruşur. İntegral. Hardan haradır bu? Bu hardan haradır? Sıfırdan. Adı da bu yəqin ki. Hörmətli müəllimlər, görmürəm, amma gördüyüm qədərlə yazacağım da, yəni A-ya oxşuyur bu. Fx, dx bərabərdir 8. Bizdən nəyi soruşur? Bizdən soruşur, bu ifadəni soruşur. Mənfi A-dan A-ya, 2fx, üstə gələk, bir dəqiqə, üstə gələk. Yeri gəlmişəm, burada hava qarışıqdır, göy gurulduyur. Yəqin ki, birazdan yağış yağar. Dx, bu bərabərdir sual. Gəl buna baxaq. Burada elə bir ki, ayrı-ayrı integralda yazıram. İntegral mənfi A-dan A-ya. 2'ni də keçirdirəm qabağa. Fx dx olur. Üstə gələk. 3'ü keçirdirəm qabağa. İntegral mənfi A-dan A-ya. Jx dx olur. Toplayanda ayrı-ayrı integrallar şəklində yaza bilərik. İndi burada 2 var idi. Mən burada fx funksiyası cüt funksiyadır. Mən elə bil sıfırdan a-ya keçəndə cüt funksiya olanda məcburan bir dənə də 2'yə vuram. 2'yə vurmuş olmalıyam. 2 qabağa keçir, sıfırdan a-ya keçəndə sərhədlər sıfırdan a-ya keçəndə 2 dəfə artır da cüt funksiya olduğu üçün. Fx dx olmuş olur. Və mən buradan elə bir ki, sıfırdan a-ya keçəsi olsam, tək funksiya olduğuna görə bu funksiyanın özü sıfıra gedir. Bax, bu funksiyam sıfıra gedir. O zaman üstə gələk 3 vuraq 0 bərabərdir. 4 integral sıfırdan a-ya fx dx oldu. O da bərabərdir. Mənə qiymətin veribdir. Bərabərdir. 4 vuraq 8 bərabərdir 32 olmuş olur. Cavabımız burada 32 olmalıdır. Bəli. Cavab 32 E variantıdır burada. Bu qədər hörmətli müəllimlər. Gecəniz xeyirə qalsın. Növbəti 25-də səhər çalışacağım, izahım verəm. Sağ olun, çox sağ olun.